Təqdimata xoş gəldiniz. Mən Bahar İsmailova. Həm sağlam həyat tərzinə, həm də şəxsi inkişafa önəm verən biriyəm. Məncə siz də mənimlə razılaşarsınız ki, əgər canımız sağlam deyilsə, o zaman qazandığımız pulun nə mənası var? Pulumuz olsa belə, onu doya-doya xərcləmək üçün zamana ehtiyacımız var. Bu gün sizə sağlamlıq, maddi azadlıq və ən dəyərlisi zaman haqqında həyatınızı dəyişdirə biləcəyiniz bir fürsətdən danışacağam. İndi gəlin birlikdə düşünək. Həyatımızı dəyişdirmək üçün hansı qazanc növünə ehtiyacımız var? Bunu bilmək üçün qazanc növlərini əvvəlcə yaxşı tanımalıyıq. Birincisi aktiv gəlir. Hansısa zamanınızı xərcləyərək işləyib pul qazandığınız gəlirdir. Bu gəlir növündə əgər siz işləyirsinizsə pul qazanırsınız. İşləmədiyiniz təqdirdə pul da qazanmırsınız. Məsələn, maaşlı işlər, müəllimlik, həkimlik, ofis işi və ya hər hansısa bir toxuculuq, dərzilik, salonda, bərbər işi fərq etməz. Yəni sizin zaman qarşılığında işləyərək qazandığınız gəlirdir. Dayandığınız zaman gəlir də dayanır. Və əminliklə deyə bilərəm ki, hal-hazırda indiki dövrümüzdə 100 insanın ən azı 98-ində sadəcə aktiv gəlirdən qazandığı məbləğ onu qane etmir. Bunun üçün də əsas işdən əlavə ikinci bir iş axtarışına başlanılır. Təbii ki, bunun üçün də əlavə bir zamana ehtiyac var. Məsələn, salonda işləmək, taksi işləmək, hər hansı satışla məşğul olmaq və s. Üçüncü isə hər kəsin arzuladığı passiv gəlirdir. Yəni ilk başlanğıcda biraz yaxşı işləmək, zaman ayırmaq, hətta biraz yatırım etmək, ondan sonra ömür boyu oradan passiv qazanmaq. Məsələn, ev kirayə eləmək, yəni əvvəlcədən ev almaq və ömür boyu onu kirayə verərək rahat qazanc qazanmaq. Və ya YouTube kanalı açmaq və oradan hər ay davamlı olaraq gəlir əldə etmək. Yəni bir neçə nümunə göstərmək olar. Mən indi sizə dövrümüzə uyğun olan passiv gəlirlərdən bəhs edəcəm. İlk olaraq affiliate marketinq, yəni tərəfdaşlıq marketinqi son zamanlarda ən sürətlə yayılan bir qazanc sistemidir. Hansısa şirkətin xidmət və ya məhsulunun inkişafına vasitəçilik edərək komissiya qazanmaq, yəni pul qazandıran bir sistemdir. Buna misal olaraq Trendyol, Temunu göstərmək olar və yaxud da ki Unibankın Leo kartını misal gətirmək olar. Məsələn, sizə bir nümunə. Leo kartda belə bir bölüm var. Dostunu dəvət et və hər ikiniz 3 azin pul qazanın. Yəni bu linki paylaşaraq, bu dəvəti edərək biz Unibanka yeni tərəfdaşlar yönləndirmiş oluruq və o da bunun qarşılığında bizə qazanc verir. İkincisi abunəlik sistemidir. İstifadəçilərin hər hansısa bir xidmətə hər ay pul ödəyərək həmin xidmətdən faydalanmalarını təmin edən bir biznes modelidir. Buna bir misal göstərim. Deyək ki, YouTube-da bir film izləyirik və izlədiyimiz zaman qarşımıza çox lazımsız vaxtda bir reklam çıxır. Ancaq YouTube Premium-a biz hər ay $6 ödəniş ödəyərək abunə olduğumuz təqdirdə qarşımıza heç bir reklam çıxmır. Və yaxud da Canva proqramı. Canva-nın ödənişsiz versiyası da var, ancaq daha gözəl slaydları düzəldə bilmək üçün, işimizi asanlaşdırmaq üçün hər ay $30 ödəniş ödəyərək abunə ola bilirik. Və üçüncüsü şəbəkə marketinqi. Necə ki, affiliate marketinqdə dediyim kimi, hansısa şirkətin və ya platformanın məhsul və ya xidmətinin satışına dəstək ola bilmək üçün vasitəçi olduğumuz zaman qazandığımız gəlirin eyni zamanda şəbəkə quraraq, yəni komanda quraraq bizim gördüyümüz işi bir başqalarına öyrədərək daha çox insanın bu şirkətin məhsulunu və ya xidmətinin satışını artırılmasında kömək göstərdiyimiz zaman təbii ki, daha çox qazanc əldə etmiş oluruq. Məsələn, mənim tək başıma hər hansı bir şirkətə bir gün ərzində verdiyim xeyir ilə 100 nəfərlik komanda quraraq hər birimizin bir gün ərzində verdiyimiz xeyir arasında əlbəttə ki, çox böyük bir fərq var. Və həmin şirkətlər, həmin platformalarda buna görə mənə passiv qazanc ödəyir. Çünki o 100 nəfərlik komandanı mən qururam. Ümumiyyətlə, böyük qazanclardan söhbət gedirsə, artıq hər birimiz başa düşmüşük ki, maaşlı işlərdə bunu etmək mümkünsüzdür. Bunun üçün mütləq biznes qurmaq lazımdır. Və iki cür biznes qurmağın yolları var. Bir klassik biznes, bir də şəbəkə biznesi. Klassik biznes hər birimizin bildiyi, yəni ola bilər ki, mən bir geyim mağazası açmaq istəyirəm, bir produkt mağazası açmaq istəyirəm. Bunun üçün təbii ki, mənə yatırım lazımdır. Çox böyük sərmayə lazımdır. Arendaya mağaza götürmək, işçilər götürmək, vitrinləri düzəltmək, təbii ki, içərisini doldurmaq, reklama pul xərcləmək, yəni bunun üçün həm zaman, həm pul gedir və qarşılığında müəyyən bir müddət hələ qazancı gözləmək lazım deyil. Bir neçə aydan, hətta bir neçə ildən sonra yaxşı qazancı düşünmək olar. Yaxşı, əgər bizim əlimizdə böyük bir sərmayəmiz yoxdursa və çox zaman itirmək istəmirik, dərhal pul qazanmaq istəyiriksə, bu zaman təbii ki, şəbəkə biznesinə başlamalıyıq. Başlamazdan öncə isə həmin şəbəkə şirkətini mütləq dərindən araşdırmaq lazımdır. Rəsmi fəaliyyət göstərirmi? İstehsal etdiyi məhsullar keyfiyyətlidirmi və tələbatlılığa uyğundurmu? Eyni zamanda qazanc planı necədir? Yəni daha çox şirkət öz qazancını güdür, yoxsa insanlara daha çox qazanc verir? Və hər ay nə etmək lazımdır? Bizdən daha çoxmu pul çıxır, yoxsa daha çox qazanc mı verir? İndi isə bütün bu kriteriyalara cavab verən, milyonlarla insanın seçimi olan bir şirkəti təqdim edirəm sizə. Livgood'a xoş gəlmisiniz. Dünyada hal-hazırda 10 mindən çox şəbəkə şirkəti var. Və bütün bu şirkətlərin arasında liderlərinə görə, lider yetişdirməyinə, qazanc planına, rəsmiliyinə, güvənilirliyinə görə 668 şirkətin yer aldığı Business for Home saytı var. Və sizlərə təqdim etdiyim Livgood şirkəti isə bu siyahıda birinci yerdədir. Şirkətin qurucusu 20 illik network təcrübəsi olan Ben Gilinskidir.
Livegood birbaşa satış şirkətidir və abunəlik sistemi ilə dünyada insanları qazandıran ilk platformadır. 200-dən çox ölkədə fəaliyyət göstərir, beynəlxalq qlobal bir şirkətdir və ən önəmlisi isə dünyada hələ heç bir şəbəkə şirkətinin etmədiyi bir şeyi edib. Özünün şəxsi master kartını əldə edib. Yəni insanlara şirkətin öz rəsmi kartı vasitəsilə qazanc verir. Qeyd etdiyim kimi, Livegood bir abunəlik sistemidir. Platformanın xidmətlərindən, üstünlüklərindən faydalanmaq üçün sadəcə $9.95 aylıq abunəlik haqqı ödənilir. Yəni 17 manat. Və qeyd etdiyim kimi, Livegood abunəlik sistemi ilə insanlara pul qazandıran ilk platformadır. Və bu platformada pul qazanmaq üçün isə sadəcə bir dəfə $40 ödəniş ödəyərək tərəfdaş olunur. Yəni 68 manat. Livegood'u digər şəbəkə şirkətlərindən fərqləndirən əsas xüsusiyyəti bilirsiniz nədir? Burada qazanmaq üçün məhsul alma və ya satma məcburiyyəti yoxdur. Yəni ehtiyacınız varsa bu məhsulları alırsınız, ehtiyacınız yoxdursa almırsınız. Sadəcə bu şirkətə yeni abunələri dəvət etməklə komanda quraraq passiv qazanc əldə edə bilirsiniz. Livegood sağlamlıq sahəsində fəaliyyət göstərən bir şirkət olaraq müxtəlif kateqoriyalarda yüksək keyfiyyətli və münasib qiymətli məhsullar təklif edir. Bu məhsullar sağlam həyat tərzini dəstəkləmək, immunitet sistemini gücləndirmək, orqanizmin ehtiyac duyduğu təbii vitamin və minerallarla təmin etmək üçün nəzərdə tutulub. Bu məhsullar yüksək keyfiyyət və təhlükəsizlik standartlarına uyğun olaraq Amerika Birləşmiş Ştatlarında FDA tərəfindən qeydiyyata alınmış təsisatda istehsal olunur. FDA qida əlavələrinin təhlükəsizliyinə nəzarət edir. Bu da məhsulun etibarlı olduğunu göstərir. GMP sertifikatı, USDA orqanik sertifikatı və lazım olan bütün beynəlxalq sertifikatlara malikdir. İndi isə keçid edək əsas məsələyə. Şirkətin qazanc planına. Livegood 7 fərqli qazanc təklif edir və bu qazanclar həftəlik və aylıq olaraq 2 hissəyə ayrılır. Həftəlik qazanclar hər həftənin 4-cü günü, aylıq qazanclar isə hər ayın ilk həftəsinin 4-cü günü hesabımıza köçür. Gəlin indi hər bir qazanc haqqında ətraflı məlumat öyrənək. İlk həftəlik bonus referral bonusu. Yəni Livegood şirkətinə dəvət etdiyiniz hər bir abunəçidən sizə dərhal 50% qazanc verir. Aylıq abunəlik $10 və tərəfdaş olmaq üçün yalnız bir dəfə ödənilən $40. Şəkildə gördüyünüz kimi, bəzilərində $10 plus $40-dır, bəzilərində isə birbaşa $50-dır. İstəyən $10-la qeydiyyatdan keçib 3 gün sonra, 1 həftə sonra, 1 ay sonra tərəfdaş ola bilər, istəyən isə eyni vaxtda həm aylıq abunəliyini ödəyib, həm də həmin gün tərəfdaş ola bilər. Hər iki halda da hər bir dəvət etdiyimiz abunəçidən $25 referral qazanc əldə olunur. Onu da qeyd edim ki, heç bir limit yoxdur. İstənilən sayda abunəçi dəvət edə bilərsiniz və ən gözəli isə həftəlik qazancınızı siz özünüz təyin edəcəksiniz. Növbəti həftəlik qazanc rütbə bonuslarıdır. Siz istənilən sayda abunəçi dəvət edə bilərsiniz və dərhal 50% qazanırsınız. Və eyni o abunəçilərə sizi kopyalamalarını öyrədirsiniz və onların da hər bir qeydiyyatlarından sizə əlavə qazanc gəlir. Livegood'da rütbələrə yüksəlmək isə çox sadədir. Çünki burada hər kəs həftəlik qazanc üçün dəvət edir. Növbəti qazanca keçid edirik. İlk aylıq qazanc. Matrix bonusu eyni zamanda abunəlik bonusu adlanır. Siz qeydiyyat olarkən dərhal adınızın altında Matrix boşluqları açılır. Hər kəsin adının altında yalnız 2 boşluq olur və bütün dəvətlər bu formada bu boşluqlara yerləşdirilir. Hər bir abunəçidən 25 sent qazanc gəlir. Heç bir dəvətiniz olmadığı təqdirdə belə zamanla adınızın altında olan boşluqlar dolur və $1-dan $2047 qədər aylıq qazanc əldə edə bilirsiniz. Əgər 2 aktiv dəvətiniz varsa, bu zaman sizin aylıq Matrix qazancınız $4000 qədər yüksəlir. Əgər daha çox dəvətləriniz olarsa, $16000 qədər aylıq Matrix qazancı əldə edə bilərsiniz. Və keçid edirik növbəti aylıq qazanca. Mənim Livegood'da ən sevdiyim qazanc matching bonus. Nəyə görə dəvətlər etməliyik? Nəyə görə insanlara Livegood haqqında məlumat verməliyik? Nəyə görə bu şirkətin abunə sayını artırmaqda biz vasitəçi olmalıyıq? Çünki dəvət etdiyimiz hər bir abunəçinin aylıq qazancının tən yarısı bizə matching bonus olaraq verilir. Şəkildəki nümunəyə baxaq. Əgər bir dəvətliniz varsa və onun aylıq Matrix qazancı $1000-dırsa, ondan kəsilmədən 50%, yəni $500 sizin olur. Digər dəvətlinizin aylıq Matrix qazancı $2000-dırsa, o öz qazancını götürür və onun tən yarısı $1000 sizin olur. İndi düşünün, dəvət etmək limitsizdir. İstənilən qədər dəvət edə bilərsiniz və hər bir dəvətlinizin hər ay qazandığı Matrix qazancının tən yarısı sizin olur. Bununla bitmir təbii ki, onların da dəvətlərinin, hətta daha çox dərinliklərdə olan insanların da Matrix qazanclarından müəyyən bir hissəsi yenə də sizə matching bonus olaraq verilir. Ona görə burada önəmli olan dəvət etmək və kopyalamağı öyrətməkdir. Livegood'un növbəti qazancı
Pərakəndə satış bonusudur. Bəli, şirkətin mükəmməl məhsulları var və hal-hazırda satış rekordları qırır bu məhsullar. Sağlamlıqla bağlı olan vitaminlər, qida əlavələri, baxım məhsulları, gözəllik məhsulları, məişət avadanlıqları və yaxın 2-3 il ərzində 100 sektorun məhsulları olacaq. Yəni necə ki hal-hazırda insanlar Trendyoldan, Temudan alış-veriş edir, amma yaxın 1-2 il ərzində artıq heç kim nə Temudan, nə Trendyoldan alış-veriş etməyəcək. Əksinə, hər kəs Livgooddan alış-veriş edəcək. Çünki axtardığımız, ehtiyacımız olan, tələbatımız olan bütün hər bir şey Livgood platformasında olacaq. Saytda hər bir məhsulun 2 qiyməti vardır. Biri pərakəndə satış qiyməti, digəri üzv qiyməti. Biz üzv olduğumuz üçün, yəni hər ay aylıq abunəlik haqqı ödədiyimiz üçün bu məhsulları istədiyimiz zaman endirimli qiymətlə əldə edə bilirik. Yox, əgər abunə deyilsinizsə, bu zaman pərakəndə satış qiyməti ilə əldə olunur. Və əgər bizim linkimiz ilə bir başqası daxil olub məhsul alış-verişi edirsə, bu zaman məhsulun pərakəndə satış qiyməti ilə üzv qiymətinin arasında olan fərqin 50%-i bizə qazanc olaraq gəlir və bu pərakəndə satış bonusu adlanır. Növbəti qazanc isə influencer qazancıdır və əminliklə deyirəm, bir neçə aydan sonra bütün blogerlər, bütün influencerlar sırf Livgood məhsullarını paylaşacaqlar hər yerdə. Görəcəksiniz. Və bu qazancı əldə etmək üçün ilk öncə tərəfdaş olmaq lazımdır. Əgər sizin müəyyən bir kütləniz varsa, bu məhsulları reklam edərək, hansı ki Amerika Birləşmiş Ştatlarının bütün televiziyalarında, bütün radio kanallarında sırf Livgood məhsullarının reklamı gedir. Ona görə dünyada satış rekordları qırır artıq bu məhsullar. Siz bu məhsulların reklamını edərək həm pərakəndə satış bonusundan qazanc əldə edəcəksiniz, həm də bir aylıq təyin olunmuş limiti əgər keçid edirsinizsə, əlavədən qazanc qazanmış olacaqsınız və buna influencer bonusu deyilir. Və hər bir insanın xəyalını qurduğu brilliant bonus fondundan danışacağım sizlərə. Bəli, şirkətin ümumi bir aylıq satışlarından 2% pay almaq deməkdir. Misal olaraq sizə bir nümunə. Şirkətin bir ay ərzində üzvlük, ortaqlıq, məhsul satışından qazandığı gəlir, deyək ki, 1 milyon dollardır. Bunun 2%-i edir 20 min dollar və əgər həmin ay ərzində 5 brilliant varsa, bu 5 brilliant arasında o 20 min dollar bölünür və hər bir brilliant əlavədən bütün həftəlik, aylıq qazanclarından əlavə 4 min dollar qazanc əldə edir. Bu mükəmməldir. Təqdimatı buraya qədər dinlədinizsə, demək ki, artıq həyatınızda nəyisə dəyişmək qərarı vermisiniz. İndi isə fürsəti dəyərləndirmək və möhtəşəm bir həyata başlanğıcın ilk addımını atmaq üçün bizimlə əlaqə saxlayın və qeydiyyatdan keçin. Uğurlar.